Demək bura yeni Gəncədir. Bu videonu ona görə çəkirəm ki, burada yolun o tərəfində təzə binalar tikiləcək. 2025-ci ildə mart ayında. Ona görə Lukoil Zapravka gələcəkdə deyirəm, kimlərsə baxar. Bura yəni bomboşdur bax. Bura köhnə Camaləddin yeri. Zapravkanın qabağı Camaləddin yeri. O tərəf Hacı'nın yeri, oradakı balaca bina. Nə bilim. Tarix belə deyək də gedir. YouTube'a qoyacağım indi inşallah bu videonu. Çəkən də Tural'dır, Tural. Qalsın məndən bir xatirə. Gələcəkdə kimlərsə yeni Gəncə yazanda YouTube'da bu video mütləq çıxacaq qabağına. İşte bir sağ ol deyər, nə bilim bir Allah rəhmət eləsin deyər, nə deyər. Ta öz işidir.